İlham Əliyevin Çinə belə güclü təbliğ olunan dövlət səfərinə getməsi, Çinlə əldə edilən razılaşmalar, bunların hamısı daha çox siyasi seçimdir. Ölkənin inkişafına, o cümlədən iqtisadi inkişafına bunun heç bir faydası yoxdur. Sizə bəlkə bu sözüm qəribə gələ bilər. Çünki hər gün eşidirsiniz ki, Çin dünyanın fabrikasıdır, hər şey orada istehsal olunur, bizə nə qədər Çin mallar gəlir. Çin o malları satmaq uğrunda mübarizə aparır. O malın bizə gəlməsi, bizə edilmiş, verilmiş imtiyaz filan deyil. İndi təsəvvür edin, indi Amerika ilə Çinin münasibətləri niyə gərginləşib? Amerika deyir ki, mənim bazarımda mal satmaq üçün mən sənə rüsum qoyuram. İstəmirəm sənin malın gəlsin. 440 milyard Çin hər il Amerika bazarında mal satır. Yəni Çinin iqtisadiyyatı xaricə həmin o ucuz mal satmağın üzərində qurulub. Bu dövlətin başqa bir gəliri yoxdur ki. Bu ucuz mal istehsal edir. Niyə ucuz istehsal edir? Çünki əhalisi kasıbdır, aşağı maaşa işləyir. Yəni bunu böyük bir inkişaf kimi qiymətləndirmək lazım deyil ki, bəs sən demə hər şey dünyada Çində istehsal olunurmuş. Çünki Çinli zəhmətkeşlər qədər, o yazıqlar qədər ucuz qiymətə heç kim işləmir. Baxın, Amerika Birləşmiş Ştatlarında eyni işi görmək üçün Amerikalı fəhlə 10 dəfə artıq əmək haqqı istəyəcək. Ona görə bütün deməli Amerikanın böyük şirkətləri gedib istehsalatını orada qururlar. Avropa şirkətləri də həmin qaydada gedib istehsalatlarını orada qururlar. Nəyə görə? Ona görə yox ki, bura bir hansısa bir əvəz edilməz texnologiyası var, hansısa bir dəhşətli iqtisadi mexanizm var. Yox, sadəcə ucuz işçi qüvvəsi var. Adam çoxdur, iqtisadiyyatın başqa sahələrində iş imkanı yoxdur, texnoloji geriliş var və bu vəziyyətdə insanlar ucuz əmək haqqına işləyirlər, məcburdurlar buna və ona görə də Avropa, Amerika şirkətləri gedib orada özlərinin zavodlarını, fabriklərini açırlar və ucuz mal istehsal olunur. Yəni Çinin kiməsə mal satmağı həmin ölkəyə verilmiş hansısa imtiyaz filan deyil. Ona görə onu kimsə sağ ol desin. Əksinə, kim ondan mal alırsa, onun malını alanlara o sağ ol deyir. Çünki onun bütün iqtisadiyyatı mal satmağın üzərində qurulur və o elə mal satmır ki, onu sən başqasından ala bilməyəsən. Bilirsiniz, məsələ bundadır. Heç bir yüksək texnologiyalı məhsul satmır Çin. Çinin satdığı məhsulların hamısının aşağı-yuxarı analogu var. Daha yüksək belə deyək, keyfiyyətlisini Türkiyə istehsal edir. Biraz aşağı keyfiyyətlisini Vietnam, Malayziya, digərləri istehsal edir. İndoneziya istehsal edir. Pakistan istehsal edir. Yəni bu inkişaf etməmiş ölkələrin hamısındakı əmək haqqı aşağıdır. Onların hamısında həmin məhsullar qərb gətirir, zavodunu qurur orada. Əsas onun texnologiyasıdır. Texnoloji standartı qərb gətirib qoyanda bunu Vietnamda da eləyə bilər, Hindistanda da eləyə bilər, Çində də eləyə bilər. Vaxtında Çində eləyiblər bunu. İndi yer gəlmişəm, məsələn, Amerika şirkətləri böyük bir hissəsini köçürüblər həmin o iPhone-ların istehsalının Hindistana. Heç bir fərqi yoxdur. Hindistanlı mühəndis, işçi həmin işi görə bilir, Çinli də görə bilir. Aşağı-yuxarı orada ikisində də əmək haqqı da oxşardır, yaxındır bir-birinə. Deməli, nə elədilər? Çox böyütkiyə yol vermədilər. Amerika şirkətlərinin böyük bir hissəsi başlayıblar artıq zavodlarını Çindən Hindistana köçürməyə. Nə demək istəyirəm? Çinlə iqtisadi əməkdaşlıqdan Azərbaycanın xüsusi bir qazancı yoxdur. Biz ora heç nə satmırıq. Beynəlxalq ticarətdə sənə üstünlük gətirən mal satmaqdır, mal almaq deyil. Malı aşağı-yuxarı hər kəsdən ala bilərsən. Bu saat bütün dünyada mal bolluğu var. Hər şey hər yerdə var. Tək sənin pulun olsun onu almağa. Amma pulun olmaq üçün sən mal satmalısan. Bəs biz nə satırıq? Biz satırıq neft və qaz. 90% bizim satışımız olur. Ona görə də Çindən də coğrafi baxımdan aralıyıq. Çinə bunu sata bilmirik. Bizim indi Çinə tutaq ki, boru xətti çəkmə imkanımız yox. Çin üçün hətta tankerlərlə də bizim demək ki, neftimizi almaq Ceyhandan baha başa gəlir. Ona görə o başqalarından alır bunu. Ona görə bizdən neft və qaz almır. Başqa da nə alsın? Baxın, ötən ilin nəticəsinə görə Çin Azərbaycandan cəmi 19 milyon dollar. Milyon, beynəlxalq ticarətdə milyonla nəyisə ölçüldüyü mən təsəvvür eləmirəm. Ancaq Azərbaycanın Çinə satdığı mal 19 milyon dollarlıqdır. Aldığı mal nə qədərdir? 3,7 milyard dollar bir ildə. Yəni Çin bizə minnətdar olmalıdır ki, düzdür, onun üçün də bu böyük şey deyil. Onun da ixracatında biz çox kiçik bir faizik. Amma yenə də minnətdarlıqdan söhbət gedirsə, kimin kimdən qazanmağından söhbət gedirsə, Çin bizdən qazanır ki, onun o qədər də belə deyək, yüksək keyfiyyəti ilə populyar olmayan məhsullarını biz alırıq.
həmin məhsulların hamısını başqa yerdən də almaq olar. Çox bir şey itirmərsən. Ona görə də bilmək lazımdır ki, Çinlə bu sadəcə pafosla təqdim olunan bu genişlənən strateji əməkdaşlıq filan, təsməkan bunun hamısı siyasi PR-dır. İlham Əliyev göstərmək istəyir ki, dünyada bu demokratik qərb ölkələrindən başqa da böyük güclər var. Bütün bu avtoritar, totalitar sistemlər veriblər kürək-kürəyə, bir-birinə dəstək olurlar. Güya, ola bilsin olsun da İrana dəstək olsun, Belarusa dəstək olsun, Rusiyaya dəstək olsun. O dəstək çox minimaldır. Və Çin özü də bir şey də deyim, insafən bunu etiraf eləmək lazımdır. Çini yönəldənlər öz ambisiyalarını idarə edirlər. Bəli, indi Tayvanla, regionla bağlı bəzi ambisiya ortaya qoyurlar. Amma onlar belə qlobal iddialar qoymurlar ortalığa. Dünyanın müxtəlif coğrafiyalarında, o cümlədən məsələn bu Cənubi Qafqazda hansı siyasi prosesə necə təsir edə bilər ki, Çin? Heç nə. Onun nə diplomatik imkanları o boyda deyil, nə informasiya imkanları, dünyada PR imkanları o boyda deyil, nə mədəni, belə deyək, intervensiyası, öz mədəniyyətini ixrac eləməsi, dilini ixrac eləməsi imkanları böyük deyil. Məsələn, bu Anglo-Saksların ən böyük üstünlükləri nədir? Dünyanın hər yerində ingiliscə danışırlar. İngilis dilli media dünya ictimai rəyini formalaşdırır. Texnologiya əllərindədir, okeanlar əllərindədir, səma əllərindədir, universitet əllərindədir. Təhsilin ən yüksəyi bunlardadır. Bunların heç bir içində yoxdur. Yəni Çinin prinsip etibarilə Azərbaycanda, Gürcüstanda, Ermənistanda uzaqbaşı təsiri bu ola bilər ki, hansısa sərmayə qoysun. Amma onu da qoymur. Çünki Azərbaycan hakimiyyətini bilir ki, bacarığı yoxdur. Uzaqbaşı mən bir neçə il bundan qabaq danışmışdım. Mənim sərt tənqidimdən sonra deyəsən heç onu eləmədilər də. Bir neçə il bundan qabaq İlham Əliyev razılığa gəlmişdi ki, bir 300 milyon dollar bizə sərmayə qoyacaqlar və həmin sərmayə ilə Azərbaycanda nə düzəldəcəklər? İstilişxana. Yəni Kürdəmir ərazisində tikilməli idi. Yer gəlmişkən kim bilirsə şərh bölümünə yazsın, mən də baxaram ki, o istilişxana tikildi yoxsa tikilmədi. Belə bir razılıq olmuşdu ki, Çin gələcək Azərbaycanlılara pomidor, xiyar yetişdirməyi öyrədəcək. Yəni bu min illərdir bu millətin elə bildiyi şeylərdən 5 şey biliriksə, onun biri də pomidor, xiyar yetişdirməkdir də. Yəni başqaları, məsələn Qazaxıstan, deməli Özbəkistan xüsusilə Çinlə bir yerdə avtomobil istehsal edir. Yaxşı, başa düşdük ki, bu indi Alman, Yapon maşını deyil, amma avtomobildir də. Bunun istehsalını yenə başa düşdük. Amma Azərbaycan nə edir? Çindən gələcək sərmayələrlə istilişxana düzəltdirir. Yəni idarə etmə təfəkkürü bundan ibarətdir. Ona görə də biz özümüz üçün bilməliyik ki, sizin sualınıza yönəlirəm ki, Çinlə strateji adı qoyulmuş həmin bu tərəfdaşlıq bizim Avropa ilə olan iqtisadi əlaqələrimizi kompensasiya edə bilmir. Çünki sabahları, birinci sualda danışdıq, sabahları hansısa səbəbdən Avropa bizim qazımızı almaqdan imtina eləsə, bizim o infrastrukturumuz yoxdur ki, biz o qazı məsələn Çinə sataq. O cümlədən nefti də. Demək, ona görə də bizim də başqa bir işimiz yoxdur. Uzaqbaşı bir neçə milyardlıq dediyim kimi sahələrə sərmayə qoya bilər. Amma bir neçə milyardlıq sərmayəni ilə Azərbaycan hökuməti özü də qoyar da. Özünün pulları qalıb neft fondunda başqa ölkələrin inkişafına yönəlir. Ona görə də biz bunu dəqiq bilməliyik ki, bu siyasi seçimdir. Və bu siyasi seçim əslində hökumət üçün ola bilər ki, proses elə gedə bilər ki, baha başa gəlsin. Çünki bu saat İlham Əliyev hazırlaşırdı ki, Amerikanın yeni prezidenti ilə münasibətləri yaxşılaşdırsın. Bilirsiniz ki, bundan əvvəl ABŞ-la Azərbaycan münasibətləri çox gərgin idi. Biden administrasiyası zamanı. Çünki onlar çox həssas yanaşırdılar bu insan hüquqları məsələlərinə. Siyasi məhbuslarla bağlı vaxtaşırı Blinkenin zəngləri olurdu. İndi deməli, hazırki administrasiya üçün belə deyək ki, bu mövzular birinci prioritet deyil. Və ona görə İlham Əliyev həvəslənmişdi ki, çıxışlarında da bol-bol danışırdı ki, Trumpla münasibətlər yenidən qurulacaq. Bəs Trumpın əsas hədəfi Çindir. Deməli, o hamını bu saat, təsəvvür edin, 70 ölkə ilə tariflər üzrə danışıq gedir ABŞ-ın arasında. Və o danışıqlarda ABŞ-ın şərti hamıdan odur ki, Çinlə ticarəti minimuma indirəcəksən. Çinlə arana məsafə qoyacaqsan. Çünki ABŞ-ın hazırki administrasiyası hamını boş verir, bütün başqa konfliktlərin hamısını, hətta Rusiyanın da, başqa təhlükələrin hamısını keçirdib ikinci plana. Onlar elan edirlər ki, bugün ABŞ üçün həyati təhlükə Çindən gəlir. Yəni, bugünkü ABŞ administrasiyası üçün Çin həyati təhlükə hesab olunur və Çinlə rəqabət siyasətin əsas xəttidir. Və indi İlham Əliyev həm bu administrasiya ilə güya xüsusi münasibətlər qurmaq istəyir, həm də bu administrasiyanın əsas rəqibi
hesab olunan qüvvə ilə strateji tərəfdaşlıq əldə edir. Təbii ki, ikisi bir arada alınmayacaq. Yəni ona görə də baxın, avtoritar hakimiyyətlər dövlət marağından çıxış eləmir axı. Baxın, xarici siyasət əsasən iki prinsiplə qurulmalıdır. Ya dəyərlər üzərindən, ya da dövlət maraqları üzərindən. Təbii ki, hələ də dövlət maraqları xarici siyasətdə aparıcıdır, amma dövlət maraqlarının yanında da mümkün olduqca dəyərlər. Normal müasir dövlətin xarici siyasəti belə qurulmalıdır. Amma Azərbaycan tək adamın dövlətidir də, tək adam idarə etməsidir. Ona görə də burada nə milli maraqlar öndə deyil. Biraz əvvəl danışdım, təkcə Avropa İttifaqı ilə münasibətlərdə milli maraqların necə tapdalandığını biz gördük. Nə də dəyərlər öndə deyil. Burada hansısa bir dəyərlərdən söhbət gedə bilməz. Əksinə, bir hakimiyyət düşünün ki, o insan haqları, azadlıqlar, demokratiya, mətbuat azadlığına nifrət edir. Onların təbii ki, hansı dəyərlərlə idarə olunacağı məlum məsələdir. Ona görə də, deməli, Çinlə indi adına strateji tərəfdaşlıq qoyulmuş bu münasibətlərin məqsədi, yeganə onu göstərməkdir ki, Azərbaycandakı tək adam hakimiyyəti tamamilə təklənməyib. Çünki hamı başa düşür ki, Rusiyadakı avtoritarizm müvəqqətidir. Lap belə uzun çəksin, indi Putin nə qədər hakimiyyətdə var, o qədər çəkəcək. Orada sabit, uzun müddətli bir sistem mümkün olmayacaq. Və Ukrayna ilə işğalçı savaş Rusiyanı çox zəiflədi. Ona görə də Rusiya daha beynəlxalq avtoritarizm üçün uzun müddətli qarant ola bilmir. Ona görə də öz tərəfdarlarında belə bir təəssürat yaratmaq istəyirlər ki, baxın, bizim arxamızda güya Çin var, amma yoxdur. Çin ümumiyyətlə belə xaricə müdaxilə eləmir. Demək, Çinin xarici siyasətində bu məsələ yoxdur. Çin nə öz ideologiyasını xaricə satmaqla məşğul deyil, nə özünün mədəniyyətini, ümumiyyətlə Çinin yayılımçı siyasəti yoxdur. Və bu onun müsbət cəhəti deyir gəlmişəm. Düzdür, onun indi xaricə çıxarmalı bir ideologiyası da yoxdur. Tək adam, tək partiya hakimiyyətidir orada. Bizdə tək adam hakimiyyətidir, orada tək partiya, tək komünist partiyası. Biz bunu vaxtilə yaşamışıq. Ona görə də güya Azərbaycanın arxasında Çin kimi böyük bir əjdaha var söhbəti, boş söhbətdir. Nə hərbi baxımdan bu regiona onun təsiri yoxdur, nə diplomatik baxımdan böyük təsiri yoxdur, nə də başqa institutlar baxımından böyük təsiri yoxdur və Azərbaycanın olduğu coğrafiya Avropa İttifaqı üçün həyatı maraq kəsb eləyən coğrafiyadır. Biz bundan əvvəlki proqramların birində Avropa İttifaqının Orta Asiyada həyata keçirdiyi planlardan danışmışdıq. Orta Asiya Çinin qapısının ağzıdır. Orta Asiyada belə həmin bax bu demək Orta Dəhliz layihəsini maliyyələşdirən Avropa İttifaqıdır. Və bu Azərbaycandan keçən həmin bu öyünülən yollar, kommunikasiyaların hamısı Avropa İttifaqının daha çox proyektlərdir. Ona görə də bu coğrafiyanın gələcəyi Avropa İttifaqı ilə bağlıdır. İndi edilənlər isə belə deyək, tarixin təkərli bir tər sallanıb o inkişafdan saxlamaq cəhdlərindən biridir.